Dövlət Sosial Müdafiə Fondunun 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Konfransda fondun sədri Zəkən Mirzəyev iştirak edərək qurumun fəaliyyəti, sosial sığorta sistemi üzrə icra olunan proqramlar və ötən ilin sosial göstəricilərinə dair geniş məlumat təqdim edib. Təqdimatda diqqət mərkəzində sosial müdafiə sisteminin gücləndirilməsi, vətəndaşların pensiya və sosial ödənişlərlə təminatının yaxşılaşdırılması, həmçinin fondun maliyyə dayanıqlılığının təmin olunması məsələləri olub. Sonda media nümayəndələri sualları cavablandırılıb. Sizi Dövlət Sosial Müdafiə Fondu adından salamlayıram. Hər birinizə bugünkü mətbuat konferansında iştirak etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il ərzində gördüyü işlər, həyata keçirilmiş sosial islahatlar, əldə olunmuş nəticələr, həmçinin qarşıdakı ildə, yəni cari ilimizdə fəaliyyətimizlə bağlı strateji baxışlarımız barədə ictimaiyyətə dolğun, şəffaf, əsaslı məlumatlar təqdim etmək üçün göstərdiyiniz dəstəyə görə bir dəfə dərin təşəkkürümü bildirirəm. Məlum olduğu kimi dövlət başçımızın müvafiq tapşırıqları və birbaşa rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır, Azərbaycan xalqı durur və bu siyasətin əsas hədəfləri vətəndaşların rifahının və həyat şəraitinin layiqli səviyyəyə yüksəldilməsidir ki, bildiyiniz kimi bu Azərbaycan Respublikasının konstitusiyasında dövlətin ali məqsədlərindən biri kimi öz əksini tapıb təsbit olunub. Eyni zamanda sosial ədalətin təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Dövlət Sosial Müdafiə Fondunun qarşısında duran prioritet hədəflərdir. Günay Hacıyeva, Rəsul İsayev, Səs TV xəbər.